Boğazımızın lap yuxarı hissəsində yerləşən kiçik bir sümüyün danışmağımıza necə kömək etdiyini bilirsiniz? Adı hyoid, yəni dil sümüyü. O dilimizi və qırtlağımızı dəstəkləyir. Bu sümük əslində heyvanlarda da var. Məsələn, ulayan meymunların səs çıxarmasına elə bu sümük kömək edir. Amma insanlardakı forması biraz fərqlidir. Məhz bu kiçik fərq sayəsində biz səsləri daha mürəkkəb və axıcı şəkildə çıxara bilirik. Antik DNT araşdırmaları da danışıq qabiliyyətimizlə bağlı vacib ipucları verir. FOXP2 adlı gen dilin inkişafında böyük rol oynayır. Bu gen müasir insanlarda olduğu kimi onların əcdadları sayılan Neandertallarda da olub. Əslində bu gen primatlardan quşlara, hətta bəzi balıqlarda da mövcuddur. Lakin insanlarda bu genin xüsusi bir mutasiyası var və bu mutasiya beyindəki ünsiyyət mərkəzlərini idarə edir. Bəs biz danışmağa niyə başladıq? Dilçilərin bu barədə müxtəlif fikirləri var. Birinci nəzəriyyəyə görə biz ünsiyyət qurmağa ilk olaraq əl-qol hərəkətləri, yəni jestlərlə başlamışıq. Digər fikirlərə görə isə alət düzəltmək üçün lazım olan zehni qabiliyyətimiz zamanla düşüncələrimizi cümlələrə tökməyə kömək edib. Digərlərinə görə isə danışmaq böyük qruplarda əlaqəni qurmaq üçün yaradılıb. Əvvəlcə bir-birini təmizləmək, sonra isə qeybət etməyə çevrilib. Məşhur dilçi Noam Chomsky'nin maraqlı bir nəzəriyyəsi var. O iddia edir ki, insanlar dünyaya artıq beyinlərində yerləşmiş bir dil tutumu ilə gəlirlər. Qədim sənət əsərləri və alətlər insanların keçmişdəki mürəkkəb davranışlarından xəbər verir. İnsanlar böyüdükcə özümüzü tanıtmağa ehtiyacımız da artdı. Bu da ilk sözlərin izinə düşməyimizə kömək edir. Bəzi mütəxəssislər ilk dillərin Şərqi Afrikadakı ilk insanlarla birlikdə ortaya çıxdığını düşünürlər. İnsanlar dünyaya yayıldıqca dillər də rəngarəngləşdi. Bugün dünyada 7000-dən çox dil danışılır. Hər nə qədər danışılan ilk dillər olmasalar da, yazıya keçmiş ən qədim dillər arasında Şumer, qədim Misir və Akka dilləri var. Hazırda istifadə edilən ən qədim dilin isə Tamil dili olduğu düşünülür. Bu dildə Hindistan, Şri Lanka, Malayziya və Singapurda milyonlarla insan danışır. Dillərimizin bu qədər mürəkkəb olması insan olmağın ən gözəl tərəflərindən biridir. Dil sayəsində hekayələr danışıb, xəyal qura və müxtəlif fantaziyalar yarada bilirik. Dünya rəqəmsallaşdıqca dillər də heç olmadığı qədər sürətlə dəyişir. Hər yeni nəsillə birlikdə yeni argo sözlər, emojilər və ifadələr yaranır. Amma ünsiyyət qurma səbəbimiz heç vaxt dəyişmir. Yaxınlıq qurmaq, paylaşmaq və bir-birini başa düşməyə ehtiyacı.